9-cu sinif biraz daha mürəkkəb olan bir məsələyə baxırıq. Bir təsərrüfatda 8 qoyun, 4 hind toyuğu, 2 qaz var. Toyuqları maksimum, hind toyuqlarına minimum, qazlara isə maksimum norma ilə sos verilir. Günlük ümumi sos miqdarı neçə qramdır? Gəlin baxaq ki, bir toyuqda, bir hind toyuğuna və bir qaza gün ərzində nə qədər sos verəcək? Bilirik ki, bir toyuğa norma olaraq 20-25 qram, hind toyuğuna 35-50 qram, qaz ördəkdə isə 250-300 qram sos veririk. Və məsələyə diqqət eləyək. Toyuqlara deyir maksimum. Maksimum yəni nəyə götürəcək? 25-i. Hind toyuqlarında minimum yəni 35-i. Qazlarda isə deyir maksimum yəni 300-ü götürəcək. Gəlin indi bunları vuraq saylarına. Dedik bir toyuqdan maksimum nə qədər idi? 25. Maksimum dedik ki 25 idi. Onu da vuraq neçə toyuqdur bizdə? 8 toyuq. O da bərabər olacaq 200-ə. Ondan sonra hind toyuğunda dedik ki, nə istəyir bizdən? Minimumu. Minimum 35 idi. 35-i vuracağıq 4-ə. 4 hind toyuğudur bizdə. 35-i də 4-ü vuranda eləyəcək 0, 140. Ondan sonra qazda isə nə idi? Maksimum və 2 qaz idi. Olacaq o da 300 vur 2 eləyəcək 600. Bunları da ümumi toplayanda eləyəcək 0, 4 və 900. 940. Cavabımız oldu 940 qram. Bu məsələləri həll edəndə həmişə diqqət eləyin. İlk öncə kitabda bizə verilənləri bu formada norma kimi yazın. Sonra sizdən hansını istəyirsən, maksimumdur, minimumdur, bunları qeyd eləyin. Ondan sonra vurun. Nə qədər istəyirsə sizdə neçə toyuq, neçə hind qazı, hind toyuğu və neçə qaz istəyirsə.